Bugünkü xəstəmiz 49 yaşında xanımdır. Hardasa bir 2-3 ilə yaxındır müşahidədə saxlayırıq. Həm kistləri, həm fibroadenomaları var idi. Kiçik ölçülü, uzun zamandır düyünlərdə və kistlərin ölçüsündə böyümə müşahidə eləmirdik. Lakin son 2 müayinədə həm fibroadenomanın ölçüsündə böyümə gördük, həm də kistlərin ölçüsündə böyümə gördük. Bu səbəbdən əməliyyat qərarı verdik. Çünki bilirik ki, bu yaşda böyüyən və bölünməyə meyilli düyünləri nəzarətdə saxlamaq doğru deyil. Eyni zamanda da pasiyentimizin süd vəzi çox həcmlidir, ona uyğun bir forma verəcəyik.